Değerli qonaqlarımız, değerli şəhid ailələri, hər birinizi salamlayırıq. Bugün İgid qəhrəman oğullardan biri olan Bahadur Sehrimanoğlu Quliyevin anım gününə toplaşmışıq. İlk öncə öz adından tədbirimizə iştirak edən hər bir kəsə, hər birinizə adınızı çəkmədən ailə ayrılıqda sonsuz təşəkkürümü bildirirəm. Bugün Bahadur'un anası aramızda değil, yəni səhhətində üstünüzə sağlıq olsun. Problemlər var. Ana əvəzi, bacısı Arifə xanım buradadır. Onun yanında olduğunuz üçün mən Raziyə Kamil qızı olaraq öz adından hər birinizə ayrı-ayrılıqda sonsuz minnətdarım. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsini ehtiramla yad edirik. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Doğulub boya başa çatdığı Qarabağ uğrunda şərəflə döyüşərək, şərafətlə şəhidlik zirvəsinə ucaldı. Gəlin, İgid qəhrəman oğlumuzun həyat yoluna nəzər salaq. Bahadur Quliyev haqqında hazırlanmış video şarkı izləyək. Elə ilk öncə sözümüzü Ağdam icra nümayəndəsi İlham müəllim aramızdadır. Ona söz verək. Buyurun İlham müəllim. Bu günləri şəhidimiz Bahadur Quliyevin anım mərasiminə yığılmışıq. Bizim aramızda həm şəhid anaları var, həm şəhidimizin bacısı var. Düzdür, anası vəziyyəti biraz tam sağlam olmadığına görə bugün burada iştirak edəmir. Amma demək istəyirəm ki, gözüm aydın anam. Əgər bu günləri məhz 20-ci ildə bizim ordumuz qələbə çalıb bu yükü bizə yaşatmasaydı, yəqin ki, həmin şəhidlər 20-25 il ərzində necə yada salınıb, həmin olmada davam edirdi. Məhz 1920-ci ildə Azərbaycan ordusunun Ali Baş Komandanının əmri ilə 44 günlük müharibədə bizim döyüşçülərimiz, əskərlərimiz, zabitlərimiz Azərbaycan xalqının əsl simasını, Azərbaycan ordusunun əsl cəsarətini göstərdilər. Ona qədər bütün dünya bizə qarşı münasibəti hamınız bilirsiniz.
Amma məhz 20-ci ildə və antiterror əməliyyatından sonra Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan Ali Baş Komandanın hamı, bütün dünya məhz Azərbaycan xalqının, Azərbaycan ordusuna danışırdı. Və ona görə də bugün buraya yığışdırmağımızın əsas məhz 20-ci ildə antiterror əməliyyatında baş vermiş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunandan sonra məhz döyüşçülər, şəhid ailələri və yaxud da ki, veteranlar, qazilər hamısı başlarını dik tutaraq məhz Azərbaycanlı olduğu ilə fəxr eləməyə başladılar. Məhz bugün də, bugün Bahadır Quliyevin anım mərasiminə yığılmaqda həmin 20-ci ildə və 44 günlük müharibənin son günlərində baş vermiş Azərbaycan ərazi bütövlüyünün bərpa olunması münasibəti ilə yenidən bizim şəhidlərimiz, 1-ci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərimizin itkin düşmüşlər, qəbirlərimizə çıxdıq və onları yenidən yada salmağa başladıq. Demək olar ki, həm Azərbaycan xalqının, həm də dünya xalqları, dünya dövlətlərinin bizə qarşı münasibətləri tamam dəyişdi. Ona görə də bir daha şəhidimizə Allahdan rəhmət diləyək və yaxınlarına başınızı dik tutun. Sizin övladınız anam, bacım, doğrudan da vətən uğrunda şəhid olub. Onlar həmişə bütün xalqımızın, bütün rayonumuzun qəlbində yaşayacaq. Nə qədər ki, Azərbaycan var, onlar da yaşayacaq. Çox sağ olun, minnətdarım. Yox, mənim getməyəm. Mən elə istəyirəm ki, bax, bu İgid qəhrəman oğullarımızın xatirəsinə həsr olunmuş Vətən üçün ölən varsa Vətəndir adlı kitabımız sizə hədiyyə edim. Buyurun. Təşəkkür ederim. Çox sağ olun. Buyurun. Və bugün bizim qonaqlarımız çoxdur. Hər birinizə sonsuz minnətdarlığımı bildirirəm. Məcburi köçkünlər üzrə deməli, dövlət Qaşqantunun Qoğupark üzrə nümayəndəsi aramızda da Akif müəllim. İstəyirəm ki, bir-iki kəlmə o da özürək sözlərini şahlasın. Buyurun, Akif. Mən çox təşəkkür edirəm sizə tədbiri təşkil etdiyinizə görə. Mən çıxışıma başlamışdan ilk öncə Ali Baş Komandanımızın, hörmətli prezidentimiz İlham Əliyevin bir çıxışını xatırlatmaq istəyirəm. O çıxışında deyir ki, dünyada nadir ölkələr tapılar ki, az-az ölkələrdə tapılar ki, onlar ədalətli müharibədə qalib gəlsinlər və bu müharibədə öz qalibiyyətini təmin etsinlər və eyni zamanda özünün ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qoruyub saxlaya bilsinlər və təmin etsinlər və eyni zamanda o müharibəni törədən cinayətkarları açıq məhkəməyə cəlb eləsinlər. Və biz onu təmin etdik, bizim xalqımız onu təmin etdi. Bizim xalqımız birləşmiş vəziyyətdə, qəhrəman xalqımız onu təmin etdi. Və dünyada yeganə, yenə deyirəm, ölkəyik ki, bəli, biz müharibədə qalib gəldik. Müharibədə qalib gəlməyimizin əsas səbəblərindən biri də bizim qalib ordumuzdur, qəhrəman ordumuzdur. Onlar öz qalibiyyəti ilə dünyanın 7 ölkəsində bu dəqiqə tanınır və onların qalibiyyət, o müharibədə apardıqları qalibiyyət orada öyrənilir. O oğullarımızdan biri də, qəhrəman oğullarımızdan biri də bugün anım mərasiminə yığışdığımız Quliyev Bahadır Seyirmanın oğludur. Və 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsində olan o döyüşlər arasında fərq nədir? 1-ci Qarabağ müharibəsində döyüşən atalarımız, babalarımız, qardaşlarımız hamısı orada bir döyüş məktəbi yaratdılar 1-ci Qarabağ müharibəsində. Və analarımızın qucağında çıxan 93-cü ildə çıxan körpələr bildilər ki, bəli, bizim atalarımızın yoludur 1-ci Qarabağ müharibəsində aparılan döyüş yolu və onlar o döyüş yolunu davam elətdirdilər. Və o döyüş yolu onlar üçün böyük bir məktəb oldu. Və onlar öz qəhrəmanlıqları ilə bu
bugün şəhidimizin qəhrəmanlığı da qeyd edilir ki, yəni o da o qəhrəmanlıqlardan bariz nümunəsidir. O qəhrəmanlığıyla onlar sübut elədi ki, bəli, atalarımızın yolu oğulların yoludur. Və dünyanın heç bir ölkəsində olmayan, heç bir xalqında olmayan, heç bir millətində olmayan vətən eşqi ilə, döyüşmək arzusuyla və hamının ürəyində olan şəhid olmaq arzusuyla, hər bir əskərimizdən söhbət gedir, şəhid olmaq arzusuyla onlar döyüş atıldılar və döyüşdə qalib gəldilər. Və onlar öz adlarını Azərbaycan tarixinə, Azərbaycanın hərb salnaməsinə və dünya tarixinə, hər bir Azərbaycanlı övladın qəlbinə onlar öz qızıl hərflərlə öz salnaməsini yazdılar. Ona görə də biz başımız ucadır, dünya xalqları içərisində hamımızın başımız ucadır, vüqarla gəzirik. Elxan müəllim dediyi kimi, hamımız vüqarla gəzirik. Bəli, başımız ucadır ki, bizim torpaqlarımız azaddır. 205 il bundan qabaq bizim 30 il son dövrdür. Amma 205 il tariximizə nəzər salsaq, 205 il bundan qabaq olan, əsarətli olan torpaqlarımız azad olundu. Ona görə də biz hər bir əskərimizə, hər bir şəhid olan hər bir əskərimizə, zabitimizə borcluyuq. Burada oturan qazilərimizə borcluyuq, hər birimizin borcumuz var onlara, borcluyuq və ömür boyda biz onlara nə qədər ki yaşayırıq, biz onlara borcluyuq və nə qədər ki Azərbaycan xalqı yaşayır, dünya yaşayır, bizim şəhidlərimiz həmişə alınacaq və bizim borcumuzdur. Allah onların hamısına rəhmət eləsin, şəhidlərimizin hamısına qəbri nurla dolsun və qazilərimizə can sağlıq arzulayıram. Çox sağ olun. Mən sizə də Sağ olun. Bugün biz bura toplaşmaqda bir məqsədimiz var. İgid qəhrəman oğul haqqında xatirələri sizlərlə bölüşmək. O xatirələri bölüşmək üçün bax, İgid qəhrəman oğlumuz olan Bahadırın döyüş yoldaşları buradadır. Onlardan mən adlarını çəkmək istəməm. Kimin ürəyindən Bahadır haqqında nə isə bölüşmək istəyən varsa, zəhmət olmasa çox xahiş edirəm, buyurun. Bahadır Quliyevin döyüş yoldaşları. Xeyr olsun, hər kəs salamlayırlar. Öndə olan şəhid anaların qarşısında baş əyirik. Bu vətəni, bu torpağı bizə yaşadan o anaların, oğulları var. Bahadır haqqında çox danışmaq olar. Bahadır həqiqətən vətən üçün ta uzaqlardan gələn bir Azərbaycan oğluydu. Onu qeyd edim ki, Bahadırla xeyli döyüş yolu keçmiş bir insan kimi, Bahadırın heç vaxt qorxmadığını, öndə getdiyin, dəfələrlə döyüşdə fərqləndiyinin şahidi olmuşum. Bunlardan bir neçəsinin xatirə olsun deyə danışmaq istəyərdim. Deməli, Üzərli təpə deyilən Ağdam zonasında bir kökətmə ərazisində təpə var. 9 gün ərzində həmən təpiyə 8 gün ərzində 9 dəfə hücum elədik. 9-cu dəfə, Allah rəhmət eləsin, bir çox şəhidlərimiz oldu. Adlarını çəkmək borcundayam, ona görə ki, onlar həqiqətən tarix yazılmış şəxsiyyətlərdir. Sabir vardı komandirimiz. Təpənin 9-cu dəfə hücumda onu mənim yanımda vurdular. Yaralı halda bu təpə alınmalıdır deyib, ayağa qalxdı və rəhmətli Şirin Mirzəyevin adını çəkərək Şirin Mirzəyevin eşqi ilə irəli deyib, həmən təpiyə ayaq üstə hücuma keçdik. O zaman yanımda, Allah rəhmət eləsin, Bahadırıdır. O ərazi o qədər minalardan çəkiliydi ki, yəni, burada Yasən də oturub mənim döyüş yoldaşım, o Allah şahididir. O qədər çəkiliydi ki, yəni, ayaq qoymağa belə hələ 93-cü ildə yer yoxdur. Mən ayağımı elə bil ki, simlərdən qoruya-qoruya gedirdik qabağa. Allah rəhmət eləsin. Bahadır gəldi, iti sürətlərlə yanımdan keçdi. Hansı ki, bizim qarşımızda 15 metr olmazdı. Heç bir PKŞnik erməni atdırdı, plamyotuna atdırdı. Yanımda Allah rəhmət eləsin. Nə idi? O adını da çəkin. Nəysə, bir ağsaqqal varıdır, bir tərəfi də bizim kətləridir. Dedi ki, Səfər. Böğrümdən keçdi, bu anda gülə-gülə özdə Bahadır. Dedi ki, Elşən, heylə yox, yəni qorxma da, yəni addımlarını iti qoy, məni keçdi sürətinə. Yanımda da Səfər vardı, Səfəri vurdular, Səfəri qucağımda tutdum. Elə bir kəlmə dedi ki, Elşən,
uşaqlarıma de ki, dədəniz kişi kimi öldü. Allah ruhunu şad eləsin. O həmişə də qəlbimizdədir. Onun hər biri. Sabiri ikinci dəfə həmən döyüşdə yenidən vurdular. Hansı ki, belə bir ki, ikinci güllədən sonra o ağır yaralandı və Bakı şəhərində şəhid oldu. Yəni, Bahadırın orada həqiqətən bir erməni şəxsən, yəni, elə bir ki, 38 günün ərzində öz qrantamyotu ilə Bahadur bir erməninin düz ortasından vurub onu tikə-tikə eləmişdi. Bahadur həqiqətən Azərbaycanın fəxrlə adı çəkilən oğullarından biridir. Yəni, onu həmişə anılmalıdır. Bir də Bahadur haqqında bir epizod danışım. Vəziyyət ağır idi, həqiqətən illərlə postlarda yatırdıq. Yəni, şəraitsizlik idi. Son dövrünün vaxtları kimi deyildi. Yəni, hər bir şərait olsun. Təsəvvür edin, rayon çıxıb, bütün batalyonlar düzü biyabanda, səngər qazır, nə bilim, şəraitsizlik, yemək zat qıtlığı vardı. Çox çətin vəziyyət idi. Biz rəhmətli Bahadırla Ağcabədi rayonuna gəldik, yemək almaq üçün. O vaxtda da hərbi patrollar vardı. Allah rəhmət eləsin Bahadıra. Bizi tutdular, dedilər ki, siz nə istiniz burada? Dedik ki, heç bazardan görürsünüz, bazarlıq edirik. Nəysə, gəldilər bizi Ağcabədinin o hansı ki, Qubbax deyilən yerinə. Gördük ki, hamını düzüldülər cərgiyə. Bahadıra dedim ki, heç nə, bir tikə çörək yiyəcək, onu burnumuzdan gətirdilər. Nəysə, buranın rəhbəri gəldi bir-bir, soruşdu, haralsan. Bahadura çatanda dedi ki, haralsan, rəhmətli Bahadur da Rusiya pasportunun cibində hərləyirdi. Belə çıxartdı pasportun, təqdim elədi, dedi ki, mən Rusiya vətəndaşıyım, amma könüllü gəlmişəm. Abdal Gülaxlıdanam, bura mənim vətənimdir, ona görə qorumaq üçün gəlmişəm. Bir interesini arxaya baxdı, onu gətirən adama. Dedi ki, siz gətirmişsiniz Bahaduru bura. Dedi ki, bəli, indi çox istəyərdim ki, həmən adamı ölsün ya dilsin ki, bilərdim, çox dahi bir insandır. Dedi, siz heç bilirsiniz bura kim gəlsin. Cəmaat buradan Rusiya qaçır, amma Bahadur Rusiyadan gəlib Azərbaycana döyüşmə. And olsun Allah bizim bütün produktumuzu aldı. Zorabımızı, nə bilim, nəyimiz çatmırsa. Bizi tapşırdı bir nəfər, o da motosikletlə. Dedi ki, bunları aparırsan, hansı postdan gəlirsən, qoyursunuz o posta. Gəlirsiniz bəli. Yəni, Bahadur həqiqətən fərqli bir insan idi. Ruhu qarşısında başlayır. Eyni zamanda bütün şəhətlər. Anamıza da Allahdan şəfa diləyirəm. İnşallah ki, sağlamlığına qolşar. Biz onların hər birinin qarşısında borçluyuq. Nə deyim o, Bahadur fəxrimizdir. Bugün aramızda 51 nömrəli məktəbin müəllim heyətindən iştirak edənlər var. Mən onları dəvət etmək istəyirəm. 51 nömrəli məktəb. Salam, dəyərli sərgi iştirakçıları, hər birinizi salamlayıram və nümayəndəsi olduğum 51 nömrəli məktəbin rəhbəri Tərəf xanım Bayramova başda olmaqla bütün kollektiv adına vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlərimizin ruhunun şad olsun deyirəm və qarşısında baş əyirəm. Eləcə də bu şəhidlərimizi, bu qəhrəman oğullarımızı dünyaya gətirən analarımızın qarşısında baş əyir və onlara gürür dolu salonlarımızı çatdırın. Diqqətinizə görə çox sağ olun. Təşəkkür ederim. Bizim tədbirimizin məramı məqsədi məhz Bahadur Quliyevin haqqında danışmaqdır, onun qəhrəmanlığından danışmaqdır. Mən bir döyüş yolu keçmiş oğlumuzu bura dəvət etmək istəyirəm. Hər zaman çalışır ki, o adı qürurla daşısın, o adı yaşatsın. İndi mən istəyirəm aramıza Fred Aysifin əmanəti olan Ədalət müəllimi dəvət edeyim. Ədalət müəllimi bizim hər birimizin sevimlisidir. Bütün döyüş qardaşları da onu çox istəyirlər. Biz hamımız... Yox, çox bəzlədim ki... Birində sizcə dünyada ədalət yoxdur. Sənin üçün ədalət var. Ədalət elə bir isimdir. Cəmiyyət arasında ədalət nisbidir. Bizlə ünsiyyətdə vuranda o məqamında ondan həmin məqam ona ədalət yoxdur. Amma dünyada bəşərdə ədalət yoxdur. Bir dənəsi vardı qəzət o dönəmi deyil. Hər nəsiz, hörmət etərdir işləçilər, şəhid öyrədir, qonaqlar,
Valla sonra dedim ki, birdən sözlər nə deyim, ama baxıram ki, o qədər sözlər deyirəm ki, bilmirəm, şablon danışıyorum, yoxsa belə tərif vururum, yoxsa nə cür danışıyorum. Mən də qıraqlarını işidirəm, kim danışlarını. Sağ olsun, Eşən qardaşımız. Dedim, o halı yaşayan adamlara biləyim. Burada sən üzr istəyirəm, kim bilir ki, hansı hisslər kesimsən, hər adamında ölümlə, dilimlə, yaşamaqla, o hisslər var, getsən 1 kilometri, 1 milyon dənə fikirlərlə getsən, ölüm, qalın. Yəni, hər bir bu döyüşçü, bu şəhid deyirlər, qazi deyirlər, valideyn deyirlər, ana deyirlər, ata deyirlər, hamısı vicdan anasındır. Vicdanlı olmasa görə gedilməndə şəhid olmazdı. Hər bir şey insan görəndə vicdanı ilə o seçilir. Onun tərəsi, onun çəkisi vicdandır. Danışığı da vicdandır, görüşü də, ünsiyyəti də, təbiətdir, həyatdır. Mən bizim Gülablı cəmiyyətinə təşəkkür edirəm. Ağdam rayonum, Qarabağ mədəniyyət ocağı, İncəsənət ocağıdır. Yəni Ağdam deyəndə mədəniyyət elində Gülablıdır. Hər bir insanda mədəniyyəti varsa onun insanlığı da var, onun vətənpərvərliyi də var. Hər bir kəndin özünün adət-ənənəsi olur. Mən deyəndə bunu bir neçə dəfə tədbirdə ifadə eləmişəm və izah eləmişəm ki, Azərbaycanda yeni qürur duyuram ki, hər bir insan qürur duyur öz rayondan, öz atasından, anasından, elə bir ki, atasından güclü yoxdur, anasından yaşlı yoxdur, təbii haldır bu. Amma Ağdamda bir şey var ki, bütün dünyada, Azərbaycanda şəhər sözün 1988-ci ilin 22-si fevralda gəldi. Yəni şəhər sözü Azərbaycan silahlarına yazıldı. Ona kimi həlak oldu, öldü, qara kağız gəldi, nə bilim hansı kağız gəldi. Amma bu ifadə, şəhər sözü yəni Ağdamdan başladı, Əlinə Bəxtiyardan başladı. Yəni insan nə danışırsa, nə geyinirsə, mən həmişə birdən mənimlə imək tutular ki, şəhərdən siz sizə qurban olun, ayağınızın altını durun, balanıza qurban olun, şəhərinizi uzaq tutun. Danışanda danışınıza fikir verin, yerişinizə fikir verin, geyimizə fikir verin, saçınıza fikir verin, hər duruşunuza fikir verin. Siz kimdiniz, şəhər dənəsinin ikinci qaldırın bizdə. Yalanla sözü, Şaban mən burada danışıram, şəhər tacımdır, dağıtmayalım, nəyindir, boş şeylər namısı. Şəhər sənin evindən başlayır, onun əqidəsin qaldırmağı, onun şərəfin, qiddiyyətin qaldırmağı, şəhərin ailəsi başlayır və o Şeyh Şamilin sözü olması, sonra onu qaldırırlar. Qonşu baxır, obrisi baxır, qubisi baxır, görür ki, şəhət bu qiymət verir deyə, Fırar ayağının altında ölür. Balasına qurban olsun, yanında eşər şəhət olur. Mən hələ gedirəmsə, yəni fəxrəndirirəm. Bəzi adam deyir ki, niyə fəxrəndirir? Mən onu ədəbə görə fəxrəndirim, o bizə ədəbsiz edir. Biri nə bilim torpaq istəyir, biri nə bilim əsir qışqırır, nə bilim baxırsan, utanmam ki, gelmək. Şəhət əsirlik olur. Ruh, insan yaşayır. İnsan öləndə, yəni insan yaşayır, ruhla yaşayır. Ruhu yoxsa ölür ki. Bu canlı dirikən öldür. Həm yaşayır, amma bunun ruhu yoxdur. Analarımız həmişə uşaqların belində gəzir. Əlində gəzir. İndi ürəyində gəzir, onların yanıqlarını, onların planlarını. Yoxsa mənə qalandan danış, hansı temadan danışsan danış, sənin sözün mahiyyəti, onun əntiqi yoxdursa, o söz boş sözlərdir. Hamı qıraqdan yaşlanır. Burada öpüşürlər, görüşür, orada da bir kere şeydir. Amma insan əqidəsi ilə, əxlaqı ilə, sözü ilə, var dövlətin sənin şəhid qoyduğu bir ad var. Sənin düşünürlər ki, mənim şəxsən anıma deyirəm. Səni Ağdam tanıyır, bütün Azərbaycan tanıyır. Sən ona fəxr elə ki, səni bütün Azərbaycan tanıyır. Bir adam var, adam danışa bilmir, həm mənfiq var, həm müsbət. Vallahi rayonumuzda onu sayın yox. Eş özünü apara bilmir. İndi şəhid atasıdır, özünün nətər aparırsa, desin ki, bu nə sevgi, nə sevgi qazanır. Belə bir ki, nətər suç verir, gündürürlər. Sənin oğluna görə hörmət edirlər, sənin övladına görə hörmət edirlər. Yoxsa sənin hörmətin yoxdur. Yəni, hər bir şeydə danışanda deyirlər ki, sən biraz, qardaş, nə qədər yaşayırsa burada, mən də bir vətəndaş kimi, mən də sizin bir balacanız kimi. Vallahi 5 qardaşı, 5-imizdə gülək arası var. Onu deyinə utanmam, nəslinin üçlərini qərmim, utanıram o söz deməyə. Kişini alırmalı, anamın başını qoymuşam, da nə var? Yəni, çox danışırım, biləm, narahat olma. Ben sizin demək istədiyim odur ki, danışanda sözünüzün çəkisine bakın. Tərəziyə qoyun, ondan sonra onu mütədə ediyor, nə danışdım, nə dedim, nə fikir mi dedim. Mən Bahadur qardaşımı görməsəm də, onun hərəkəti mənə göstərir, onun şəhidliyi, onun keçdiyi həyat yolları.
Allah müşrik qardaşımıza qənim qəlb rəhmət eləsin. Yeri beşləsin, qəbrinə qurban olun. Yəni, o qədər oğlanlar var ki, alın səsini, Allah verdi Bağıraq, Şirimizi, Ramiz Qəmbərov, Əliyar, nə bilim, Vəzir Orucu, Eldar, nə bilim, çox. Yəni, bunun adına adı qoyan o şəhidlərimizin valideyni qurbaşı ki, o özü getməyə hara gedir, hansı tərəfə gedir, bir-birinə deyir. Mənim üçün hamı deyir, burada fərqi yoxdur, birinci, ikinci. Təbii ki, 91-dən başlayıb, yəni qutarıb, hələ də qutarmıyor, bayağı eləmizdə alanmıyor. Kim deyir ki, qutarıb? Hələm sənin olacaq, üç gün olacaq, onu bilmiyorum. Biz nə qədər yaşayırıq, şəhidin günün anın günü yox idi. Şəhidin hər gün 365 gün onun anın günüdür. Hər gün onu saymalısan, yoxsa bir gün yox. Bir gün analar günüdür, analar günü hər gündür. Qadınlar günü hər gündür. Yəni o adamları saymaq, qaplarını döymək, evinə getmək, onun sahibiini almaq, zəng edib onu təbrik edmək ən böyük şeydir. Kusurum olsun mənim bağışlayayım, biraz həyəcanlıyam, biraz da bir yatak danışdı qardaş, o vallahi dedim, Allah'a and olsun ki, ulaqda birinci səfər, 91-ci ildə Eşəri yadına gəlib, biz onda mən Amondaydım. 91-ci ilin dekabr ayının ikisində bizləri ilk Alazan biz atdı orada. Qarakəni vurdu, getdi oralara. İlk dəfə Alazan, Kral Atan bizim yanımda Amon Batan önündəydi. Bəli, Kamaza bir dəqiqə demişdik, qaldırıb gedir, getdiyinlərim Ağdaran vurdu. İşte elə bir şeylər var, mühit yaranır ki, o vaxt yaşam dedi, çox dedi, qurban olun. O vaxt dövlət var idi, adı var, özü yox idi. Ordu vardı, hesabı yox idi. Hamı bilə, yemək tapa bilmirdi, içmək tapa bilmirdi. Siliyaz yox idi. Biri nə bilir, mənim bura xoşuma gəlir, düşərək gedir, o bir tərəfə döyüşürdü. O birisi bu tərəfə döyüşürdü. Üzül işim ifadə, ilk yəsini tanımırdı. O nə? Adı var, bir hökumət. Əliyanın, Acqarınan, hesaz. Bu günə şükür, nə qədər yaşayırsa, şəhidlərimizə, qazilərimizə bir o kişi qoyub. Təmən bu kişi qoyub, yəni maliyyəsini bu qoyub, bütün Azərbaycanı bir də yığdı, təmizlədi, o kişi də idarə elədi. Maliyyəsini, yəni həyat bu deyil, mən bunu nəyəsə görə görürüm, mən 66 yaşı var, nəyəsə masrafı verir, mühəbbəsi verir, yox. Haqq, ədalət budur. Dağılmış yox idi. Bu da qurudu. Allah sizdən məsələn kusurum olsun mənim bağışlayın. Çox sağ olun. Biz Qarabağlı olaraq hər zaman öz igid oğullarımızla vətənin o başı, bu başı olmaz deyərək bütün Azərbaycan igidləri ilə hər zaman qürur duymuşam. Çünki mən gənc yaşımda ev eşiyimizdən tarımar oldu, ev eşiyimiz talan oldu, dağıldı, məcburən ev eşiyimizdən oldu. Doğulub boya başa çatdığımız torpaqda uşaqlığımız, gəncliyimiz qaldı o yurtlarda, o yuvalarda. Hər şey bizim üçün bitmiş saydıq. Amma bugünə şükürlər olsun. 44 illik vətən müharibəsində antiterror tədbirləri zamanı torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Bugünə şükürlər olsun ki, doğma Qarabağımızın hər bir yerində quruculuq işləri gedir. İnşallah ki, hər birimiz sevə-sevə doğma yurdumuza qayıdacaq. Bir gün o da bizə nəsib olacaq. Mən istəyirəm ki, 44 günlük vətən müharibəsində döyüşən Bahadurun xalası oğlu Elvinə söz verək. Elvin, buyur. Bir gənc döyüşçü kimi gəlin bütün döyüşçülərimizi alqışlayaq. Hər biri bir vətən oğludur. O oğullar öz canlarını, gözlərini qırpmadan vətən üçün fəda etdilər. Buyur, Elvin. Təşəkkür edirəm dəvət edildiyinizə görə, hamınıza salamlayıram. Anlarınızın qarşısında baş əyirəm. Minnətdaram ki, gəliblər, çox sağ olsunlar. Mən qısa danışmaq istəyərdim, çox olmaq istəməzdim. İlk növbədə bildirmək istəyirəm ki, bizim indiki vəziyyətdə 2020-ci ildə antiterror əməliyyatlarında iştirak eləməyimizin ən başlıca səbəblərindən biri də həmin vaxtı 90-cı illərdə döyüşən, yaralanan, şəhid olan qardaşlarımız olur. Onlar olmasaydı, biz 2020-ci ildə torpaqlarımızı nəinki azad eləmək, elə işğal olmuş vəziyyətdə də həyatımıza davam edərdik. Allah rəhmət eləsin, bütün şəhidlərimizə, qazilərimizə Allahdan şəfa diləyirəm. Çox sağ olun, minnətdaram. Çok sağ olun, sana teşekkür ederek vətənimizin
bak sizin kimi oğulları, övladları var. Bizim aramızda saçının birini ağ, birini qara örüb, övlad böyüdən şəhid xanımlar var. Mən onlara sonsuz təşəkkür edirəm ki, abır həyalları ilə, namus ismətləri ilə o illərdən övladlarını bax bu illər üçün böyütdülər. O oğullar böyüdülər və əmilərinin, dayılarının qisaslarını aldılar. Vətən torpaqlarının azadlığı üçün hər kəs əlindən gələn bir işi gördü. Bugün biz qürur duyuruq bütün vətən oğulları ilə. Aramızda şəhid bacıları var. Hər zaman çalışdılar ki, şəhid adını uca tutsunlar. Qardaşlarının adını daima yaşatsınlar. Mən o bacıların da hər birinə sonsuz minnətdaram ki, qardaşları üçün, vətən oğulları üçün adını uca tutub əbədi yaşatmaq üçün çalışırlar. Və istəyirəm ki, aramızda bir çox vətənpərvərlər var. Mən burada zalda əyləşən hər kəsə nəzər salıram və görürəm onları da. Biz bir yola çıxdıq, illər öncə bir yola çıxdıq. Yolumuzun adı Uğur yolu qoyduq. O yolu bizi uğura apardı. Bəli, bugün uğur yolundayıq. O yol bizə işıqlı bir yol oldu. Şəhidlərimizin bizlərə əmanət etdiyi uğurlu, zəfərli bir yol. Mən istəyirəm ki, bizlərlə birlikdə hər zaman addımlayan, şəhid tədbirlərinin təşkilatçılığına, aparıcılığını edən, hər zaman biz bir-birimizlə tədbirlərimizi bölüşüb, paylaşırıq. Arzu xanımı da dəvət edim. Gəlsin, o da bir-iki kəlmə öz ürək sözlərini çatdırsın. Çox sağ olun Raziyə xanım, təşəkkür edirəm sizə. Əziz və hörmətli qonaqlar, hər birinizi bahadır işığında görmək xoşdur. Bəli, biz hər gün şəhidlərimizi yaşayıb, yaşatmaq üçün bir araya gəlirik və çıxdığımız yol haqq yoludur. Bizim bir məqsədimiz var, şəhidlərimizi tanıyıb tanıdaq. Mən Bahadırın şəklində doğulduğu ilə nəzər saldım. Əlbəttə, Bahadır mənim yaşıdamdır. Döyüş yolu keçən, şəhadətə qovuşan o oğullar mənim yaşıdlarımdır, mənim qardaşlarımdır, əzizlərimdir. Siz bilirsiniz, Ağdam uğrunda gedən döyüşlərdə mənim parta yoldaşım 11 il bir parta arxasında əyləşən Eşan Əliyevin anası burada əyləşib. Parta yoldaşıyam, Ağdamın Şeli kəndində. O döyüşlərdə iştirak edərkən şəhadətə qovuşum. Bizim tanıdığımız itkin analarımız var. Fərux Dağı uğrunda gedən döyüşlərdə itkin düşün. Elmiran Annoğlu, İlhamımız var. Hələ də onlardan bir xəbər yoxdur. Ağdam qəhrəmanlar diyarı. Bəli, Ağdam torpaqlarını düşmənə verməyən bir rayondur. Nəinki Ağdam, Füzuli, Cəbrayıl, Xocabənd, Xocalı. Bildiyimiz bütün Qarabağ uğrunda gedən döyüşlərə hər kəs səfərbər oldu. Hələ öz rayonunu çalışdı, qorusun ki, düşmən işğal etməsin. Raziyə xanım, biz sizinlə bir çox rayonlara gedirik, bəli. Bizim məqsədimiz tanıyıb tanıtmaqdır o illərin oğullarını. Bizim gəncliyimizi aldı, apardı Bahadır kimi oğullar. Biz onlardan sonra gənclik yaşamadıq. Amma bəlkə də məndən öncə Bahadırın xalası olacaq şeylərdir. Bəlkə də o heç bilməzdi ki, sabah onun qisasını xalası olacaq. Bəlkə də elə qardaşlar var idi ki, ağıllarından belə keçirməzdi ki, zaman gələcək, onun bacısının balası, dayısının, əmisinin, babasının, nənəsinin, anasının qisaslarını olacaqlar. Bunun özü də bir tarixdir, bir qismətdir, bir yazıdır ki, Azərbaycan xalqı mərd xalqdır. Azərbaycanın mərd anaları var ki, o oğulları dünyaya gətirdilər, sinələrində böyütdülər, qəhrəman yetişdirdilər və Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə milli qəhrəmanlar adı aldılar. Bax, bu cür xalqın vətəndaşı olmaq bizim üçün şərəfdir. Raziyə xanım, mən sizə təşəkkür edirəm ki, hər bir şəhid haqqında kitablar ərsəyə gətirirsiniz, jurnallar buraxdırırsınız, şeirlər yazırsınız. Bir çox vətənpərvər xanımlar var ki, bizim çıxdığımız yoldadır. Təmənnasız, könüllü
və bizi kimsə məcbur eləmir ki, biz gələk bu işi görək. Bəlkə də biz də Tanrı tərəfindən seçilmişlərik. Necə ki, şəhidlərimiz seçilmişlərdir, onların anaları seçilmiş şəhid analarıdır. Biz də bu yolu yürütmək üçün, onları tanıyıb tanıtmaq üçün seçilmişlərik. Mən sizə uzun ömür, can sağlığı arzu edirəm. Qələminiz it olsun, ruhunuz, könlünüz şad olsun. Hər zaman gözəl tədbirlər ərsəyə gətirin. Mən buradan Leyla xanıma da çox sağ ol bildirmək istəyirəm. Uzaq illərdən gəlib, hər zaman şəhid ailələrimizin yanında olur, onlara dəstək olur. Mənəvi, maddi, hər birimiz. Bu sözü mən ona görə deyirəm ki, maddi, mənəvi ona görə deyirəm ki, kimin nəyə gücü çatırsa bu xalq üçün, canlı bizlər üçün fəda edən o onların yolunda uf demədən, gözünü qırpmadan xərcləyə bilir. Bax, bu cür qəhrəman xanımlar çoxdur, aslanın erkəkcisi olmur. Bu xanımlar həqiqətən də Azərbaycanın fəxrləridir. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, əziz analar, əllərinizdən öpürəm. Sizin qarşınızda baş əyirəm, xəstə anaya Tanrıdan şəfa diləyirəm, əllərindən öpürəm, xahiş edirəm ki, bir gün inşallah onun evini ziyarətə gedək, biz də o ananın qarşısında baş əymək bizim borcumuzdur. Çox sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram Arzu xanım. Mən elə istəyirəm ki, Gülablı kənd icra nümayəndəsi Elmi müəllim aramızdadır. Onu dəvət edim. Bir kənd nümayəndəsi kimi, o da Bahadur haqqında, Bahadur kimi igid oğullarımız haqqında öz fikirlərini çatdırsın. Buyurun Elmi müəllim. Salamlayıram. Çox gözəl bir tədbir hazırlamışsınız. Bütün zəhməti olanlara öz minnətdarım bilirəm. Şəhid analar, şəhid bacılar oturub, onların qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimizi, prezidentimizi, ordumuzu qorusun. Qazilərimizi, veteranlarımızı qorusun. Hamımıza da can sağlığı versin. Bahadur haqqında hamı çox geniş danışdı, mən çox geniş danışmayacağım. Amma hər oğlun işi deyil ki, Rusiyada rahat yaşadığı yerdə o rahat yaşayışın qoğ gəlib, düzü noktasında Qarabağa döyüşlərə qoşular. O, onu elədi, özdə qəhrəmancasına elədi. Sən dedi hamısı, onlar bir yerdə döyüşür. Bu bizdən sonra olmuşdur. Allah Bahadura rəhmət eləsin, bütün şəhidlərimizdən rəhmət eləsin, hamımıza da can sağlığı versin. Çox sağ olun. Təşəkkür edirəm Elmi müəllim. Aramızda bir xanım da var, Vətənbərlər xanım da, Arzu xanım da qeyd elədi. Hər zaman çalışır ki, Azərbaycana gələndə şəhid ailələrini ziyarət eləsin, şəhid məzarlarını ziyarət eləsin. Vətənpərvər xanım, Leyla xanım Əhmədova, onu dəvət edirəm. Onu da qeyd edim ki, Leyla xanım mənim də 3 kitabımın işıq üzü görməyində mənə böyük dəstək olubdur. Qələmə aldığım yazılar, o ağ kağızlarda saralıb getməsin, onları nəşr elətdirim. Öz adımdan Leyla xanıma mən sonsuz təşəkkürümü bildirirəm. Buyurun Leyla xanım. Hər birinizi salamlayıram şəhid ailələri, mənim qazi qardaşlarım, Raziyə xanım sizə də təşəkkürümü bildirirəm. Bəli, şəhidlər bizim başımızın tacıdır, elə də qazi qardaşlarımız bizim başımızın tacıdır. Onların sayəsində hər birimiz alnımız açıq, başımız dik gəzirik. Mən özüm borçalıyam, deyir, elin o başı bu başı olmaz, borçalıyam. Ancaq ürəyim vətənlə, Azərbaycanla döyünür. Azərbaycanla qürur duyuram. Mən demək olar ki, 20-ci ildən bəri Azərbaycana aşıq olmuşam. Mən şəhidlərin aşığıyam, qazilərimizin aşığıyam. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Mən analarının hər birinin əllərindən öpürəm. Analar, hər birinizi mən çox istəyirəm. Hər birinizdən qarşıda baş əyirəm. Raziyə xanım, sizə təşəkkürümü bildirirəm. Siz də öz qələminizlə bütün şəhidlərin adlarından verirsiniz, kitablar əşin getirirsiniz. Allah canınızı sağ eləsin, hər zaman şəhid ailələrinin yanındasınız. Mən özüm birinci burada gələndə, Rusiyada yaşayıram düz müddətdir. Hər gəlişimdə birinci özümə borc bilirəm, şəhidlər xiyabanını ziyarət edirəm. Ondan sonra biraz özümə gəlirəm. Allah bütün analarımıza, bacılarımıza, qardaşlarımıza səbir versin. Mən bu şəhidimizin anasına da Allahdan səbir diləyirəm. Özün də yeri cənnət olsun, məkanı cənnət olsun. Doğrudan da onlar yaşayırlar. Hər məşanalar yaşayın, şəhidlərimiz də yaşadan.
Allah sizləri var eləsin. Mən Ağdamlılarla da qürur duyuram. Mənim əziz qardaşım Asif Fridin qardaşa eləməli, mənim əziz əxlaqla qardaşımdır. Doğrudan da Ağdamlıların adı gələndə vallahi mən qürur duyuram. Deyirəm, mənim də bir tərəfim Ağdamlıdır. Ona görə ki, mənim qardaşlarım, dəyərli qardaşlarım var Ağdamda. Sağ olun, var olun. Dəyərli deməli qonaqlarımız, mənim yeni bir kitabım işıq üzü görüb, Vətənin Ölməz Səsi. Aprel ayının 9-da Qazax rayonunda bu kitabın böyük bir təqdimatını etdik. Mən buradan bütün Qazax elinə, qəhrəmanlar yetişdirən Qazax elinə də, orada yaşayan sakinlərə də, Sevinç xanıma da sonsuz təşəkkürümü bildirirəm. Və hələ ki Bakıda bu kitabımızın təqdimatı olmayıb, amma biz istədik ki, bugün bu kitabı Bahadurun ailəsinə Leyla xanımın adından təqdim edək. Kitabın müəllifi mənəm, burada hardasa 60-a yaxın igid qəhrəman oğullarımız haqqında yazmışam və kitabın işıq üzü görməyində Leyla xanım mənə dəstək olur. Sonsuz təşəkkürümü bildirirəm. İnşallah ki, yaxın günlərdə bu kitabın böyük bir təqdimatını biz edəcəyik. Amma bugün istədik ki, bunu Arifə xanıma təqdim edək. Leyla xanım təqdim edeyim. Çox sağ olun, Leyla xanım, minnətdaram sizə. Aramızda, mən ilk öncə qeyd elədim, mən burada bir oğul əyləşib, bəlkə də gözləmir ki, mən onu dəvət edəcəm. Mən o oğulu 19-cu ildən tanıyıram. Niyə tanıyıram? Çünki fiziki məhdudiyyətli uşaqlara dəstək bir kampaniya başlatdılar, tədbirlər elədilər, azhəmnaqlı ailələrin yanında oldular. Analarımızın çoxu onu tanıyır, amma son vaxtlardır ki, o tədbirlərdə onu mən az görürəm. Sahil Qarayev, salamlayıram sizi və dəvət edirəm yanıma. Bizlə birlikdə addımlamışsınız. Sahib qardaşımız da yəni bizlə birlikdə başlayıbdır. Mən hər ikinizə təşəkkür edirəm. Buyurun. Salam, hər birinizə salamlayıram. İştirakçılara ilk öncə söz verildiyə təşəkkür edirəm. Burada bizim canlı əfsanələrimiz də onların qarşısına danışmaq, şəhid analarının qarşısına danışmaq biraz məhdudiyətli bir kəlmələrdir. Deyiləsi hər bir sözü Bahadur, Sübhan və digərlərinin timsalında bütün şəhidlərimizdir. Allah hər birini məqamınız eləsin, danışılasız çox söz var, amma Allah hər birini rəhmət eləsin, sizlərə səbir versin. Təşəkkür edirəm, vaxtınızı alın. Çox sağ olun, Sahib, təşəkkür edirəm. Sahib həmişə çalışır uşaq evlərində, fiziki məhdudiyyətli uşaqların yanında olsun, minnətdaram ona. Və bu arada mən istəyirəm ki, biz şəhid bacımızı dəvət edib, onun təqdimatı var. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin İmişli rayon şöbəsinin sədri Vaqif Vəliyevin adından təqdimat edəcək şəhid Arif Allahverdiyevin bacısı Sevinç xan, buyurun. Odlar yolda Azərbaycan hər zaman öz igidlərinə arxalanıb, başı bəlalar çəkən vətənimiz öz qəhrəman oğullarına güvənir. 30 illik davam edən müharibədə öz canını fəda edən, tarix yazan Arif Bəxtiyaroğlu Allahverdiyevin əmanəti Sevinç xanım Allahverdiyeva tərəfindən kəşfiyyatçı Quliyev Bahadur Sehriman oğlunun anım gününə təqdim olunur. Və elə Sevinç xanımın əlində gördüyünüz bu tabloda mənim qələmə aldığım şeirdə var. Sevinç xanım, sözünüzü deyin, sonra təqdim edin. İlk öncə mən də sizləri salamlayıram, şəhid bacısı kimi. Gözəl sözlər deyildi, hər kəs ürəyindən gələni dedi. Mən bir şəhid bacıları adından, Azərbaycanın ümumiyyətlə şəhid ailələri 90-dan bəri, o yandan bəri hər bir şəhid ailəsi adından hər kəs salamlayıram. İlk öncə Arif adı ilə mən fəxr edirəm. Mən Arifə də, Arifimin adı da onun adına qurban olum. Mən bugün bəlkə də bura gəlmək üçün bir neçə səbəblərim var idi, gəlməyəcəkdim, amma bir şəhid bacısına dəstək olmaq üçün mən uzaq yoldan, elə bizim də, yəni Bakıdan gəlmirik, məsafəcə uzaqdır, yanında olmağı özümə boz bildim. Bütün şəhid bacılar adından, qruplarımız adından, şəhid qrupları adından, Arif Ocağı adından mən bu bacının yanında anamız xəstə olduğuna görə dedim, bunu tək qoymayaq və
Yerindən, rayonundan, elindən asılı olmayaraq mən Azərbaycanı ayırmayacağam. Mən Ağdam deməyəcəm, çünki Azərbaycan da Ağdamdır. Mən Şuşada deməyəcəm, Füzulidə. Mən Sumqayıtda doğulub boya başa çatmış bir şəhidin, bir gəncin, 21 yaşında toysuz, xınasız bir oğlum bacısıyam. Mən deməyəcəm ki, getdi Qarabağda, Qarabağ üçün, Azərbaycan üçün canından keçdi. Çünki Sumqayıtda doğulub, böyüyüb, başa çatan Arif Füzuli tanımırdı. Raziyə xanımın doğulduğu bir torpağa. Arif'in Sovet ordularından danışdıq, qardaşlarımız çox gözəl danışdı. Arif də Sovet ordularından hərbi biletin cırıq gəlib, vətən üçün, qeyrət üçün, namus üçün, ana üçün. Mən uşaq idim, mənim qardaşım vətən deyib, hərbi biletin cırıq gəlib. Yəni, orada da onu bilərək Ruslar Arif'i Qubbaq deyirlər o vaxt. Salıblar ora, biraz əskərliyindən gec göndərmişlər. Və gəldi, qəhrəmanlıqla şəhid oldu Füzuli torpağında. Tuğ Qırmızı Bazar istiqamətində Rasim İbrahimov, milli qəhrəmanımızın müdafiəsində mühasirəyə düşüb, əsirliyə düşüb. Sonra cənazəsin dəfn eləyib, biz onu 11 gün ala bilməmişik, neytralda qalıb və mənim rəhmətli atam və dövlətimiz sağ olsun, onun sayəsində biz 5 şəhidi və komandiri ilə xilas eləyib cənazəsini gətirmişik. Və əslən İmişlidən doğulsuq biz, vurğuluyum əsrin danan namuslu deyirlər də, mən həmişə elə eşitmişəm. Əslən İmişlidən mənim qardaşımın məzarın cənazəsinin yeri qazılmışdı. Mənim anam getmədi. Gəldilər, dedilər ki, oğlum səni görmək istəyir. Anam dedi, mənim ürəyimə damıb, mənim oğlum şəhiddir. Yaralıdırsa da gəlsin, şəhiddirsə də. Nə yaxşı ki, gəldi, anamın sayəsində o məktub yazdı, yolladı. Arif Bakıda Şəhidlər Xiyabanında, yəni o qəhrəman 90-dan bəri şəhidlərin arasındadır. Və mən soluma baxıram İlhan Əliyev cənabları, sağıma baxıram Heydər Əliyev cənabları. Bunları bir-birindən ayırmaq olar, olmaz, ata baladır. İlindən asılı olmayaraq o atanın getdiyi yolu o oğul davam elədi. Bugün biz qalibük, Bahadırlar kimi, Ariflər kimi, Ceyhunlar kimi, bütün 1-ci Qarabağ şəhidləri də o yolun davamçısıdır. Ondan sonra mənim qardaşımın həmişə ağlaya-ağlaya getdiyim o xiyabanda mən demişəm, 44 günlük şəhiddə mənim qardaşımın qanını aldı 2020-ci ildə və fəxr edirəm ki, elə onlar da mənim balalarımdır. Mən həm qazi xalasıyam, mən həm veteran yoldaşıyam, həm də şəhid bacısıyam. Heç vaxt deməmişdim ona. Özümə borc bildim ki, nəyisə saxlamayam, çünki fəxrlə, qürurla o adları daşıyırıq. Və qardaşım demişkən, biz çönüb geriyə baxanda hərəkətimizlə, geyimimizlə, tərbiyəmizlə özümüz nümunə olmalıyıq. Və çox sağ olun, mən Arifə bacı, anamızın əlindən öpürəm. Mən ana görməmişəm. 48 yaşında mənim anam Arifdən sonra yaşamadı. Abır hayasını büküldü, balkona çıxmadı, yemədi, içmədi, dünyasını dəyişdi. Həqiqətən 48 yaşına yaşdır, məndən uşaq. Mən bu gün görürəm ki, Allah sizə gözüm, səbir versin analar, yaşayan analar. Hər birinizin qarşısında baş əyərəm, fərq eləmir. Yaşından, başından, əsas odur ki, siz şəhid ailələrsiz. Və mən hər birinizdən də bir şey rica edeyim ki, biz şəhid bacılarını da ayırmayın və qıraqda qoymayın. Çünki indiki zamanədə bizlərin arxasında ana, ata yoxdur. Biz tək irəliləyirik, tək o qardaşları tanıtdırırıq və bütün Azərbaycan şəhidləri, mənim qardaşım da hamı dediyi kimi tək Arif yox, Bahadır da əsas, bugünkü gün onun günü idi. Mən Arifə, səni öpüb bağrıma basıram, sən də gözəl bacısan. Fəxri fərmanı da, şəkili də sizin ev muzeyimizə sevə-sevə gətirmişəm və bundan qəbul eləməni Çox sağ olun Sevmiş xanım, təşəkkür edirik sizə. Mən aramızda bir qonağımız var. O da öz qələmi ilə,
öz sözünü deyən xanımlardandır. Mən istəyirəm ki, Münəvvər xanımı dəvət edim. Münəvvər xanımın Arifə xanıma hədiyyəsi var. Buyurun Münəvvər xanım. O da qəhrəman oğlumuzun rəsmini öz əlləri ilə çizibdir. Və onu da dedim ki, dəyərli analarımız, Münəvvər xanımla tanış olan kimi tez bir zamanda nömrəsini aldım və ondan xahiş elədim ki, bütün qəhrəman oğullarımızın rəsimlərini çizsin inşallah. Buyurun. Salam, hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bugün qəhrəman şəir, cəsarətli kəşfiyyatçı Bahadur Quliyevin anım günüdür. Bahadur Quliyev Azərbaycanın fəxridir, necə ki, digər şəhidlərimiz kimi. Şəhidlərimiz vətən, torpaq yolunda, bayrağımızın ucalığı yolunda canlarından, qanlarından keçiblər. Onlar ölməzdilər. Onlar bizim qəlbimizdə və tariximizin səhifələrində əbədi yaşayacaqlar. Azərbaycanın hər torpağında şəhidlərimizin qanı, hər daşında onların izi var. Şəhidlərimizin keçdiyi həyat yolu, keçdiyi döyüş yolu gələcək gənclərə böyük bir nümunədir. Onların vətənə olan sevgisi, fədakarlığı, qəhrəmanlığı bizə böyük bir örnəkdir. Bu qəhrəmanlardan biri də Bahadur Quliyevdir. Bahadur Quliyev Rusiyanın Volqograd vilayətində yaşadığı üçün məhz Rusiya ordu sıralarına hərbi xidmətə dəvət olunur. Lakin o vətənə olan böyük bir sevgisi onu məhz Azərbaycana gələrək buradakı ordu sıralarına qoşulmağa şövq edir. Bahadur Quliyev əzmlə, böyük iradə ilə, qəhrəmanlıqla vuruşur. 10 aprel 1995-ci il Bahadur Quliyev piyada əleyhinə minanın partlaması nəticəsində şəhid olur. Mən bütün şəhid anaları qarşısında baş əyirəm, qazilərə dərin hörmətimi bildirirəm və istərdim ki, Bahadur Quliyevin bacısına onun portretinə hədiyyə edeyim. Münəvvər xanım, getməyin. Bu da mənim sizə hədiyyəmdir. Qələbə aldığım, Qarabağdan gələn soraqlarını tapıb sizə hədiyyə edirəm. Çox sağ olun, minnətlarım sizə. Aramızdadır. Nafiq qardaş, istəyirəm ki, Arifə xanım istəyi ilə gəlib sizə öz ürək sözlərinizi deyəsiniz. Buyurun. Teşekkür ediyorum onlara. Tədbir iştirakçılarını, xüsusilə başta şəhidlər olan şəhidlərini, bacılarını, ailəsini, hamısını burada görməkdə çox şad oldum. Allah onlara can sağlığı versin. Allah bu yolda bunlara səbir versin. Bu şəhidlərimizi yaşadaq. Gələcək nəsillərə ötürək. Bir daha hamısına təşəkkür edirəm. Bugünkü kimi deyilən sözlərə, tədbirdə deyilən o xoş kəlmələrə mən də şərik oluram. Bahadurla bir müddət bir batalyonda, yəni bir bölmədə xidmət eləmişik. Kəndimizdən böyük xatirlərimiz var. Allah ruhunu şad eləsin. Çox ürəkli, Eyşan qardaşımız dedi. Qorxmaz, igid oğlanlarımızdan idi. Bunu danışmaq istəmirəm. Allah bütün şəhidlərində rəhmət eləsin. Allah burada oturan qazi qardaşlarımıza can sağlığı versin. Allah bu şəhid analarına, bu şəhid bacılarına dözüm, səbir versin. Və bir daha deyirəm, qarşıda baş əyirəm. İnşallah hörmət tədbirimiz belə axarınca olsun, onu qılmasınlar, yadda qalsın. Sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Onu da nəzərinizə çatdırım ki, 2-3 gün öncə Bayrağın icra başçısı Arifə xanımı qəbul elədi. İnşallah ki, may ayında Bahadur Quliyevin mövlud günü, yəni doğum tarixini böyük təntənə ilə qeyd edəcək. Allah məkanını cənnət eləsin. Mən istəyirəm ki, deməli aramızda bir xanım da var, Arzu xanım Heydərova. O bizim qonağımızdır.
İstəyirəm ki, qonağımıza söz verək, bir-iki kəlmə, qısa da olsa öz ürək sözlərini desin, sonra bizim çıxışlarımız var. Amma çox təəssüf edirəm ki, mən bura mənim xalqın şairi adlandırdığım Xuraman Zakir qızının vasitəsinə gəlmişəm, amma ona söz Onu verilmədən... mən saxlamışam, narahat olmayan. Çox gözəl. Burada şəhid anaları oturublar. Mənim ən yaralı yerimdir. Mənim də Müqəddəs Zirvənin Fatihləri adlı kitabım var, şəhidlər barəsində olan kitabım var. Və buradakı qazi qardaşlarımızı da mən xüsusi salamlayıram. 052 nömrəli batalyon haqqında da hal-hazırda mən böyük həcmli roman yazıram. Və sizlərin də haqqında yaza bilərəm, buradan təklif verir ki, hər hansı biriniz mənə müraciət eləsə, sizin haqqınızda yazmağa və tam təmənnasız kitablarda və jurnallarda nəşr elətdirməyə hazıram. Dediyim kimi, şəhid anaları həmişə yaralı yerim olub. Mən həm də bir qiraətçiyəm, yazıçılıqdan daha çox qiraətçi kimi tanınmışam. Ona görə də ilk növbədə istədim şəhid analarına buradan üzümü tutum. Bayaq ağlayan xanımlar gördüm burada. İstədim bir neçə misra onlara müraciət edeyim. Gizlət görməsinlər qoy göz yaşını, həmişə uca tut, uca başını. Dünyanın ən cəsur vətəndaşını dünyaya sən gətirmirsən, şəhidimin anası. Qarşınıza baş əyirəm hər birinizin. Hamınıza, qazilərə uzun ömür arzuluyuram, can sağlığı arzuluyuram. Mən bilmirəm, indi bizim videomuz yarın alacaq ya yox. Mən deməli, yenicə tanışam, dediyim kimi, mənim çox hörmətli, dəyərli insan, xalqın şairi Xuraman xanımın vasitəsindən tanışam. Video çartda səsləndirmə eləmişəm. Çox şadam, Arifə xanım, sizi də salamlayıram xüsusi olaraq. Çox şadam ki, mən bu şəhidi tanıdım. Mənim öz kitablarımda da var, şəhidlər haqqında çoxlu şeirlərim var. Və o şeirlərin birində yazmışdım ki, bu köv çansı köçdü belə, yaman düşdü dildən dilə. Adım gəzdi eldən elə, müqəddəs şəhidim layla. Şəhidlərin hər birisi bizim üçün deməli müqəddəsdir. Bayaq dedilər ki, şəhidlərin deməli qanının axdığı torpaqlar müqəddəsdir. Əslində torpaqlar müqəddəs olmasaydı şəhidlərimiz orada can verməzdilər. Çox şad oldum ki, Fred Asif, onun yadigarıdır dedilər. Sizi də xüsusi olaraq salamlayıram. Çox sağ olun. Çox gözəl çıxış elədiniz. Təşəkkürümü bildirirəm. Bir də mənim üçün çox maraqlı çıxış bizim qazimizin çıxışı oldu. Əslində mən yazılarımda həmişə qazilərimizin döyüş yollarına, yoldaşlarına daha doğrusu müraciət edirəm. Onların keçdiyi həyat yolu haqqında daha geniş yazmaq üçün, daha geniş danışmaq üçün. Bu şəhid doğrudan da bizim müqəddəs şəhidlərdəndir. Mən elə şəhidlər var, onlar haqqında yazanda görürəm ki, onların keçdiyi döyüş yolu zəngin deyil. Yəni, bilmirsən ki, o şəhid haqqında nə yazasan və belə vaxtlarda mən müraciət edirəm, bəlli təsvir vasitələrindən istifadə edeyim. Bu şəhid niyə seçilir? Siz artıq onu hamınız qeyd edərdiniz ki, bu adam öz deməli torpaqları üçün rahat həyatı qoydu və narahat bir həyatı seçdi. Gəlib burada öz doğma Ağdam torpağında vuruşmağı seçdi, vətən üçün ölməyi seçdi. Bax, belə bir şəhidin ruhu qarşısında baş əyməyə dəyər. Ruhu şad olsun deyirəm, Allah rəhmət eləsin deyirəm. Vaxtınızı çox aldımsa üzr istəyirəm. Sonda yenə qazilərimizə deyim ki, yaxınlaşıb məndən telefon nömrəni götürə bilərsiniz. WhatsApp vasitəsilə mən sizin hər biriniz haqqında yaza bilərəm. Arifə xanım, sizə həmişə səbir və dözüm arzuluyuram. Şəhidlə həmişə qürurlanın, həmişə fəxr edin. Yəni, bu şərəfli yol hər kəsə nəsib deyil. Təşəkkürümü bildirəm Raziyə xanım. Çox sağ olun. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Deməli, dəyərli izləyicilərimiz, aramızda bir xanım da var. Qızıl Qələm mükafatçısı, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə İqtidarlarının Müdafiəsi İctimai Birliyindən burada təmsil edib. Nazlı yazar, hər birimizin tanıdığı Şirvan elindən buyurun Nazlı xanım. Nazlı xanımı ilk öncə özüm təqdim edəcəm. Tədbir iştirakçıları, hörmətli şəhid anaları, şəhid ataları, qazilər, veteranlar, vətənə aşiq olanlar. Bildiyiniz kimi bugün biz igid ələm şəhidlərimizdən birinin, igid kəşfiyyatçı şəhidimiz Quliyev Bahadur Seydimanovunun adı ilə bağlı olan bir tədbirdə cəm olmaq və qonut çırağının çıraqlanlarıyıq. Hər birimizə burada belə xeyirli günlər arzu edirəm və mən də Raziyə xanım qeyd etdiyi kimi şəhid ailələri, əlillər və müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin İnsan Resursları Şöbəsinin müdiri olaraq igid ələmlərin adından Tahir müəllimin və qazilərimizin digər şəhid ailələrimiz adından sizlərə
salamlarımızı yetirərək şeirimə keçmək istəyirəm. Türkün övladıdır, Türk Bahadır adlı şeirim. Müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, Qızıl Qələm mükafatı layiqli vətənpərvər şair Nazlı Yazar. Gülab ətirlidir, şəhidim mənim. Gülablı kəndindən igidim mənim. Qatar surətli bax, keçsə də fərq yox. İllərin tarixi, şahidim mənim. Ruhu barışmadı, uzaq yola. Yağı düşmən torpaq, yurd yeri ala. Bahadur Quliyev, Sehliman oğlu, vətəndən kənarda, necə qala? Yardı, parçaladı maniyələri, yada saldı şirin xatirələri. Başım bəlada da Ağdamım mənim, unuda bilmirəm sənli günləri. Deyib bayrağını üstün bildi o, vətəni büsbütün, bütün bildi o. Kəşfiyyatçı igid, öndə gedənin, vətənsiz həyatı, sürgün bildi o. Türkün övladıdır, Türkün övladıdır, Türk Bahaduru. Ömrü əbədidir, yaz bahardır o. 21 yaş gənc, 21 yaşlı gənc əbədi yaşar. Şəhid rütbəsiyle əqiq bahadır o. O elə zirvə ki, əl çatmaz əlin. Şəhid bir qaladır, vətənin, elin. Nazlı yazar yaz ki, yiğit şəhidlər xarı bülbülüdür. Vətən qəlbinin xarı bülbülüdür. Vətən qəlbinin bütün şəhidlərin nurlu başlarından başı. Çok sağ olun, teşekkür ederim size, minnettarım. Deməli, mən istəyirəm ki, Furaman xanımı dəvət edim. Bizim Arzu xanım dedi ki, Furaman xanımı mən özüm sona saxlamışam. Çünki Furaman xanımın ürəyi doludur. Mən istədim ki, Furaman xanım Bahadur haqqında qısa da olsa danışsın. Amma tədbirimizin yakınında Furaman xanımın qələmə aldığı Bahadur haqqında və hazırlanan o videoroliki sizlərə izlədəcəyik. Buyurun Furaman xanım. Əziz, mən hiss edirəm, bilirəm ki, burada 90% Ağdamlılardır. Mən Neftçaladan olsam da bayaq bir çıxış edən dedi ki, vətənin o başı bu başı olmur. Neftçaladan olsam da sağ olsun Ağdamlı bir tanıyan bildi ki, mən şəhidlər, qazilər haqqında çox şeylər yazıram, sosial şəbəkələrdə paylaşıram. Məndən xahiş elədi ki, bizim də qazilərdən şəhidlərimiz var, onların haqqında. 5-6'sının haqqında məlumatlar verdi mənə, özüm də axtardım. İnternetdən bir xeyli məlumatlar tapdım. Sonra o vasitəylə Arif xanımla tanış oldum. Nəysə, Bahadur haqqında öyrənəndə artıq çox sevindim ki, ümumiyyətlə Abdal Gülablının hələ xalqı da qəhrəmandır, oğulları da qəhrəmandır. Bahadur haqqında yazanda elə bildim ki, onu haradasa tanıyıram, öz doğmamdır. O qədər ürəyimdə, onsuz da hələ uşaqlıqdan bilhəblərəm. O qədər də ürəyimdə məhəbbət, səcdə yarandı o gidə qarşı. Artıq elə bir 3 dəfə mən Bahadur haqqında ayrı-ayrı kitablarımda yazmışam, şeirlər həsr eləmişəm. Allah xoşu evlərində olmuşam. Yəqin ki, tanıyar icra nümayəndələrdə keçən ilki anın tədbirində olmuşam. Çox gözəl ailə də özü qəhrəman elə bil ki, ailədir. O qeyrətli anan südün əli. Ondan qabaq 2 qardaşı Qarabağda döyüşüb. Onlar Volqogradda yaşasa da atası deyir, ay baba, sən qardaşların orada döyüşür, heç olmasa sən yanımızda ol. Onun Sovet ordusu sıralarına çağırırlar olan vətəndaşı olduğuna görə. Orada döyüşdən o elə vəziyyətdə, pulsuz, parasız, hərbi geyimdə qaçıb narahat maşınla gəlib Azərbaycana. Azərbaycanda burada polislər kömək eləyib ona, gedib döyüş bölgəsinə çatmaq üçün. Rəhmətli xanı, Allah rəhmət eləsin, Arifə xanın nömrəsini vermişdi, onunla mənlə danışdıq telefonda. Onun haqqında çox böyük məhəbbətlə, sevgi ilə danışdı Bahadur haqqında.
onun igidliyi haqqında. Hətta Bahaduru demək bir kəşfiyyata göndərirlər, oradan snayperlə bizim postları çox vururlarmış, o snayperi susturmaq üçün ki, onlar gedirlər. Bahadur hiss edir ki, orada mina çoxdur, elə bir o, necə deyim, başqalarını xilas eləmək üçün qəhrəmanlıq, bəli, buna deyirlər, qəhrəmanlıq həm insanın canında, qeyrətində var, həm də an məsələsidir. Bir anda o doğur onun içərisində ki, başqalarını xilas eləmək üçün ki, mina hardadır, özün o sahəyə axıb, orada o mina partlayıcı. Xanı rəhmətli mən çox böyük məhəbbətlə danışırdı, onun səsi qulağımdadır, Bahadur haqqında. Allah rəhmət eləsin onu da. Mən şeirlərimdən deməyəcəm, indi onsa səsləndiriləcək. Bir neçə şeirlər söyləmişəm ona, Allah rəhmət eləsin, ruhu şad olsun. Ananın da olmuşam, yanında yenə gedəcəm, Allah qoysa olacam. Bütün şəhidlərimizin məqamı ucadır, ruhları şad olsun, məkanları cənnət olsun. Ailələrə, bacılara, analara böyük səbir, Azərbaycan xalqına böyük səbir arzulayıram. Çünki o səbrimiz, o dəyanətimiz var idi ki, şükür Allaha ki, ermənidən, arxasında Rus olan, Fransız olan ermənidən torpaqlarımızı ala bildik. Çok sağ olun. Rahmat Hanım, teşekkür ederim. Ben minnettarım. Çok teşekkür ederim. Ve burada bizim bir konağımız da var. Biraz gençler de hem de hazırladığı o düz nurunu gece hazırlayır o. Yani çok sağ olsun. Her zaman benim dəvətimə değer verir. Az müddətdə tanısaq da tədbirlərimizə sevə-sevə qatılır. Könül xanımı dəvət etmək istəyirəm. Könül xanımın hədiyəsi var. Buyurun Könül xanım. Könül xanım, mən sizə sonsuz minnətdarlığımı bildirirəm. Arifə xanım, zəhmət olmasa aşağıda bundan Arifə xanıma təqdim edin. Minnətdaram sizə, var olun. Değerli analarımız, değerli başlarımız, biz tədbirimizin sonuna yakınlaşırıq. Mən istəyirəm ki, Arifə xanımı dəvət edim yanıma. Buyurun Arifə xanım, şəkli oraya koyun, buyurun yaxınlaşın. Arifə xanımla mənim tanışdığım tam təsadüf olubdur, değerlilərimiz. Deməli, bizim qəhrəman oğullarımızdan olan alının film təqdimatı idi. Orada Arifə mənim yanında oturmuşdu, biz tanış olduq və söhbət əsnasında Nizami Cümhur Teatrında. Zəhmət olmasa Könül xanım, yerinizdə əyləşin, sonra danışarsınız da. Və Arifə xanımla biz tanış olduq. Dedi ki, qardaşım Ağdamda şəhid olub. Dedim, bəs nə əcəbdir, onun haqqında belə rəsmi tədbirlər. Dedi, biz evimizdə insan süfrələri eləyirik həmişə. Düzdür, icra hakimiyyəti nümayəndələri, hər kəs yanımızda olur. Mən də ona məsləhət gördüm, sağ olsun, o da mənim fikrimə, yəni, xoş bir cavab verdi. İstədik ki, bax, belə bir tədbir ərsiyəcəkdir. Bugün mən istəyirəm ki, Arifəni dinləyək. Arifənin qəlbində olan o kövrək hissləri dinləyək. Həm Arifə bugün iki yük daşıyır. Həm Bahadurun bacısı və Bahadurun anası. Arifənin bugün yükü həqiqətən də iki qatdır. O iki qat yükü məğrur, qürurla əsl Azərbaycan xalqını daşıyır. Buyurun Arifə. Gələn bacı qardaşlarımızı öncədən salamlayıram. İlk öncədən burada şəhid analarımızın hər birinin əllərindən öpürəm və şəhid adını uca tutub bugün bu dəvəti qəbul edib burada iştirak edən hər birinizdən, qazi qardaşlarımızdan, şəhid analarımızdan hər birinə öz dərin təşəkkürümü bildirirəm. Bax, burada görürsən, biz istəmədik analar bir danışsın. Orada mənim qələmə aldığım yazının üzərində Arif Allahverdiyev və Bahadur, Ramir Rəhimov və Bahadur, İlqar və Bahadur, Elşad və Bahadur. O analarımız, o bacılarımız istədi ki, onlar hamısı bir evdə, bir ocaqda cəmləşsinlər. O sizə analarımızın hədiyəsidir. Bahadurun ev muzeyinə. Əziz və dəyərli qonaqlarımız, kiminsə ürəyində sözü varsa, Qulu müəllim buradadır, Qulu müəllimini istəyirəm dəvət edək. Buyurun Qulu müəllim. Hər bir
kardeşimize, bacımıza minnettarlık ediyorum ki gelmişsiniz. Bahadır tek bizim yok, bütün Azerbaycan halkının evladıdır. Çok sağ olun. Şöyle dediniz, söz üstə gələr. Ben özüm de kendimizin cəmatı bir Arablıqda yaşayırdım. Müharibə başlayıb, özümə gəlmişəm. O, bacım oğul belə mənə oxşadı. Bütün şəhidlərimizin Allah yeri cənnət eləsin. Məqamları cənnət olsun. Ne deyə bilərəm? Çox da danışa bilirəm. Belə xalqımın, millətim ilə görəndə ta da fərəhlənirəm ki, bizim belə evlatlarımız olur. Şükürlər olsun. Bizim gençlərimiz, biz bacara bilmədiyimiz, mən özüm 5 il müharibədə olmuşam, özüm də qaziyəm, dəyərsiz zorla dururum. Şükürlər olsun ki, bizim gençlərimiz bizim başımızı uz elədi. Çox sağ olsunlar, var olsunlar, bütün xalqımı, Türk milləti sağ olsun, bütün Azərbaycan milləti sağ olsun, başda rəhbərlərimiz olmağına, sağımda, solumda rəhbərlərimi salamlayıram. Allah rəhmət eləsin ulu öndərimizə. Allah can sağlığı versin bizim Ali Baş Komandanımıza. Allah millətimizi qorusun. Allah bir də belə günləri bizə göstərməsin. Çox sağ olun, minnətlərim. Çok sağ olun. Ben size teşekkür ederim. Burada bizim analarımız her biri değerlidir. Her biri değerlidir ama bizim zaman kəsiyimiz var. Yəni vaxtımız tamamilə az olduğu üçün mən istəyirəm ki, ümumən anaların adından illərdir öz bayatıları ilə könülləri ağladan, sızladan Mayqa anamız aramızdadır. Mayqa anamı biz ilk dəfə o bayatısı ilə tanımışıq. Əzizin balabanı, Asta Çalqalabanı, hamının balası gəldi, bəs mənim balam hanı deyərək halay saldı o yerlərə, dağlara, göylərə. Fərrux dağında 9 ay oğlunun nəslinin yolunu gözləyən ana bugün ümumən şəhidlərimizin adından danışırsınız. Tək Əkbərin yox, mən elə istədim ki, bütün analarla xanım. Mən bilmirdim ki, siz də mənə söz verərsiniz. Siz elə bir yerdən yaramın qaysağını açdınız. Mən Kapitan Pənah Əkbərin anası Mayqana Allah bugünkü günü şəhidimizə yerini cənnət eləsin, cəmi şəhidlərimizin yerini cənnət eləsin. Mən həmişə deyirəm, 92-dən belə olan şəhidlərin bacısıyam, 44 günlükdən olan belə şəhidlərin anasıyam mən. Raziyə xanım, o dağları, o daşları aşan oğullar 90-cı ildən belə, Əkbər 90-cı ilin təvəllüdü idi. Əkbər elə bilin, həmişə mən deyirəm, 30 illik torpağı 30 yaşında Əkbərlər aldı. Onu ona görə deyirəm ki, 90-cı ilin təvəllüdü idi Əkbər. Doğrudan da bu oğullar dağları aşıb, döyüşüb, 90-cı ildə, 92-ci ildə ayaqları yalın, silah fürsət olmadan az qalırdılar. Onlar onda heç çörək də tapmırdılar yeməyə. Çox həyəcanlanıram. Bugünkü günü biz analar fəxrlə, qürurla deyə bilərik ki, belə bir oğulların anasıyıq biz. Fərq eləməz. Cəm şəhidlərin anasıyıq biz. 30 illik torpağımız işğal altındaydı. Bizim oğullar ona hazır idi. O torpağı aldılar. Torpağımızı bütövləşdirdilər, bəli, heç bir anaya Allah bala dağı görsətməsin. Sağ olun, var olun, Raziyə xanım. Allah qarşılarınızı Bir bayaqda deyir, kedilərməsin. Mayqa deyirlər. Mayqa bayatı idi da. Mayqa onu dedi. Mən istəyirəm ki, Arifə xanımın üzərində qalmasın. Şakir dayını da dəvət edeyim. Şakir dayı. Yerdən analar dedi ki, Bahadır bu dayıya oxşayır. Bu dayıya oxşayır. Allah rəhmət eləsin, cəmsizin yaxşı dəyişən şəhərlərimizə. Məkanları cənnət olsun. Bu qədər. Sağ olun. Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. İndi isə istəyirəm ki, Bahadır haqqında olan video şarkımız verilsin. Bir oğlun ışığına yığışdır. Bugün qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün dedik.
və yurdu yaşatmaq üçün canlarını qurban dedi Bahadur kimi yiğitlərimiz. Bu yiğitlərin sorağı ilə biz bu yolda addımladıq. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun dövlətimiz, dövlətçiliyimiz, var olsun ali baş komandanımız. Biz dövlətimizlə, dövlətçiliyimizlə hər zaman qürur duyuruq. Sonda isə mənim təşəkkürlərim var. Bu məkanı bizə ayırdığı üçün Cəlil müəllimə sonsuz təşəkkürümü bildirirəm. Təmənnasız qapılarını bizim üzümüzə açdığı üçün bu təşkilatın rəhbərliyi olan Cəlil müəllimə sonsuz təşəkkürümü bildirirəm. Mənə videoların hazırlanmasında köməklik göstərən, bugün burada kameraman qardaşımız var, Arzuman, hər zaman yanımızda olur, ona sonsuz təşəkkürümü bildirirəm. Və ən çox minnətdarlıq bildirdiyim dəyərli, qəhrəman oğul anaları, oğul bacıları, oğul həyat yoldaşları, oğul ataları. Sizə sonsuz minnətdaram ki, hər zaman mənim səsimə səs verirsiniz, çağrışıma səs verirsiniz, mənim yanımda olursunuz. Dəvət etməyib, təsirlərə gəlirsiniz. Minnətdaram sizə. Hər birinizə vətənsevərlər, vətən aşıqləri, hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Allah hər birinizi var eləsin, şəhidlər ölməz, vətən bölünməz, Qarabağ Azərbaycandır, yaşa Azərbaycan, odlar yurdu Azərbaycanıma, zəfəri bizə yaşadan, zəfər şəhidlərimizə eşq olsun deyirəm.